Herkese salam. Kanalıma və yeni videoma hər biriniz xoş gəlmisiniz. Bugün sizinlə birlikdə həm həyəti biraz təmizlədim, həm də eyni zamanda ad günü tortumu hazırladım. Baba. Artıq payız olduğuna görə yarpaqlar tökülməyə başlayıb və bu yarpaqları süpürüb təmizləməyəndə həyətin hər tərəfinə yayılırlar. Tək çarə hamısını toparlayıb bir yerdə yandırmaqdır. Düzdür, bir dəfə toparlamaqla bu iş qurtarmır. Yenə də durmadan yarpaqlar töküləcək, ta ki tamamilə şaxtalar düşüb yarpaqların hamısı tökülüb qurtarana qədər. Ancaq külək əsəndə həyətin hər tərəfini bulaşdırmasın deyə məcburam ara-ara buraları yığışdırıb təmizləyib yandırmağa. Buranı qurtardım. Keçəcəm o pis tərəfi eləməyə. Qaldı bura. Buranı da təmizləyim, yandırım. Çıxım evdəki işlərimin dalınca. Əvvəl həyətin qabağında fındıq ağacları çox idi, ona görə yarpaqlar hər tərəfə daha çox tökülürdü. İndi isə həmin ağacları azaltmışıq, sadəcə budaqlardan gələn yarpaqlar tökülür. Bu vaxtlarda hamının aktual işi yarpaqları toparlayıb yandırmaq olduğuna görə bütün həyətlərdən məxsusi olaraq yanmış yarpaq qoxusu gəlir. Siz necə düşünürsünüz bilmirəm, amma mən bu qoxunu çox sevirəm. O vaxt atam gildə olanda da həmişə ən sevdiyim işlərdən biri idi bağ təmizləmək. Mama ilə birlikdə təmizləyib bir yerə yığıb yandırırdıq. Həyətdəki işlərimi qutarandan sonra çıxdım ev işlərinə başladım. Bir neçə gün əvvəl günorta yeməyinə kartofdan kotlet hazırlamışdım. Yoldaşım bəyəndiyinə görə bugün yenə istədi. Mən də yenidən hazırladım. Kartofların hər birini bir-bir soydum, yudum doğradım, sürtgəçdən keçirdim. Daha sonra yumurtasını, duzunu, istiotunu əlavə etdim. Biraz da göyərti doğrayıb üzərinə tökdüm. Kotlet formasını verib hamısını yağda qızartdım. Kartof kotleti eləyəndə kartofları həm bişmiş, həm də bişməmiş çiğ halda istifadə eləmək olar. Qaynanam əvvəllər bişmiş kartofdan istifadə edirdi. Mən isə o gün YouTube'da bişməmiş kartofdan, yəni çiğ bunun hazırlandığını gördüm. Çiğ halda elədim, alındı. Ümumiyyətlə, evdə daha çox yeməkləri qaynanam hazırlayır. Ona görə də mən o qədər də yemək bişirmək mövzusunda istedadlı deyiləm. Hələ yeni-yeni öyrənirəm. Sonra da düşündüm ki, biraz qazın üstünü təmizləyim. Buranı təmizləmək üçün adətən Domestosdan və yağ sökücüdən istifadə edirəm. Domestosunu əvvəlcə hər yeri sürtürəm, daha sonra çox yağlı qalan hissələrə yağ sökücü püskürdürəm.
Ondan sonra da keçdim qabları yumaq işinə. Birazdan tort hazırlayacağım. Ona görə düşünürəm ki, mətbəx nə qədər təmiz olsa, o qədər daha az qarışdıraram mətbəxi tort hazırlayan zaman. Tort hazırlamaq işində o qədər də professional deyiləm. Reseptini bacımdan soruşmuşam. Belə ki, bacım çox qəşəng şirniyyatlar hazırlaya bilir. Mən isə bu cəhətdən ona heç bənzəməmişəm. Düzdür, bəzi şirniyyatları hazırlaya bilirəm, ancaq tort işi heç də mənlik deyil. Nədənsə tort heç cür alınmır məndə. Nə vaxt tort bişirirəmsə, həmişə bir qüsuru çıxır. Burada artıq başladım tortun kremini hazırlamağa. Ona görə birinci kremi hazırladım ki, südüm çürümüşdü. Yəni süd buzluqda olduğuna görə hər şeyin hazır olduğunu düşünürdüm. Ancaq südün buzu açılandan sonra gördüm ki, süd çürüyüb. Ona görə məcburən YouTube'dan tapdığım südsüz krem reseptini sınamağa qərar verdim. Çünki artıq gec idi. Marketdən və yaxud da kimdənsə süd tapmaq mümkünsüz idi. Kremin necə çıxacağını bilmədiyimə görə də düşündüm ki, elə birinci kremi eləyim. Əgər alınmasa, tortu ümumiyyətlə heç hazırlamaram. Kremi eləyib normal çıxdığını görəndən sonra isə başladım tortun yuxalarını hazırlamağa. Çox istəyirdim ki, bu dəfə tortum yaxşı çıxsın, çünki ilk dəfə tort bişirəndə tortum çox pis çıxmışdı. Hətta o dərəcədə dadı pis çıxmışdı ki, özümdən başqa heç kəs həmin tortdan yemədi. Çox istəyən azdan da olar misalı tam olaraq mənim həmin tortu bişirməyimə uyğun gəldi. İnternetdən bir resept tapmışdım. Resept ballı tort resepti idi və orada 3 xörək qaşığı bal əlavə edilməsi yazılmışdı. Mən isə düşündüm ki, 3 xörək qaşığı bal azdır. Daha çox eləsəm daha dadlı, daha gözəl tort alınır. Ona görə də 3 xörək qaşığı əvəzinə daha çox bal əlavə etdim. Və nəticədə mənim tortumun yuxası balın dadından və qoxusundan yeyilməz bir vəziyyətdə alındı. Həvəslə hazırladım, kremini yaxdım, hətta üstünə yazılar da yazdım, hansı ki o yazıları da məndən başqa heç kəs oxuya bilməzdi. Digər ki, tortun dadına baxan bir daha ağzına vurmaq istəmədi. Mən isə özümü sındırmamaq üçün bütöv tortun hamısını tərifləyə yedim. Artıq tortun yuxalarını hazırladım, biraz əyri oldu, amma bölüb tam formasına salacağım. Yumşaqlığı və dadı isə tam normasında alınmışdı. Yuxaları yayanda onların üzərinə dairə formalar qoymuşdum ki, bişirəndən sonra kəsmək rahat olsun. Bişirib qutarandan sonra həmin izlərdən kəsdim və kremlədim. Kənarlardan çıxan artıqları isə ovuntu kimi üzərinə əlavə elədim. Əslində üzərinə glazur da düzəldib tökəcəkdim. Bacımın verdiyi reseptdə belə idi, ancaq süd olmadığına görə bunu eləyə bilmədim, sadəcə ovuntu döktüm. Bu dəfə tortum əvvəlki tortlarıma baxan daha yaxşı çıxdı, həm görünüşü, həm də dadı. Bu da mənim tortum. Biraz qıraqlara falan döküldü. Belə bir şey oldu. Çox da səliqəli bacarmıram yəni. Düşünürəm ki, dadı yaxşı olar. Bu kremim də artıq qaldı. Bunu da götürəcəm, bir şeyə qoyacağım. Əgər yaxşı olsa tortum, arada yenə bişirərəm. Yenə istifadə edərəm kremdən. Düşünürəm ki, buzda bir şey olmaz. Belə qızlar, videomu izləyən hər kəsə çox təşəkkür edirəm. Yaxşı ki varsınız. Sayənizdə artıq 1000 abunəçini keçdim. Düşünürdüm ki, ad günümə qədər 1000 abunəçi olaram və bu özümə etdiyim ən gözəl hədiyyələrdən biri olar. Və bu xəyalım gerçəkləşdi. Hər birinizə çox təşəkkür edirəm. Yaxşı ki varsınız.
Əgər videom xoşunuza gəldisə, like atmağı və kanala abunə olmağı unutmayın. Hələlik.